İzmaqlar, hal-hazırda biz Şəki-Zaqatala bölgələri üzrə folklor festivalındayıq. Arxa fonda görürsünüz ki, Zaqatala iştirakçısı gözəl muğam ifası ilə tamaşaçılarını feyzab eləyir. Birinci tur çox maraqlı keçdi. Birinci tur haqqında fikirlərim çox yaxşıdır, müsbətdir. Xoşuma gəldi. Düzü ifa səsim biraz işləmirdi, amma yenə də pis olmadı. İnşallah yaxşı olar, inşallah qalib gələrik. Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə ilk dəfə olaraq Şəki-Zaqatala rayonları üzrə gənclərin folklor festivalı keçirildi. Zaqatalada baş tutan festivalda Şimal-Qərb bölgəsinin 6 rayonundan 15-ə yaxın kollektiv iştirak edirdi. 4 gün davam edən festivalda Zaqatala rayonu ilə yanaşı Qəbələ, Oğuz, Qax, Şəki və Balakən rayonlarının folklor qrupları və muğam ifaçıları milli rəqslərimizi və muğam dəstgahlarını təqdim etdilər. Çıxışlardan sonra gənclər ilk təəssüratlarını bizimlə bölüşdülər. Amma gözəl rəqslərlə özlərini göstərirlər, çox gözəl oldu. Biz də öz rəqsimizi bəyəndik. İndi qaldı müsiflər heyətinə baxarıq. Bəs ikinci rəqsiniz necə olacaq? Allah qoysa, indi qəbul etsələr bizi, ikinci tura da gözəl hazırlaşasıq və olsun qalib gəldik. Gənclər arasında baş tutan folklor festivalı mədəni irsimizin qorunması və təbliğində böyük əhəmiyyət kəsb edir. Bu ilk növbədə tariximizin, milli mədəniyyət nümunələrimizin qorunmasına və inkişafına təkandır. Bu tip festivalların gələcəkdə digər bölgələrimizdə də keçirilməsi nəzərdə tutulur. Əyləncəli, həm gərgin, həm də həyecanlı keçən birinci seçim turunda münsiflər bəyəndikləri iştirakçıları seçdilər və beləliklə onların adları məlum oldu. Bugünkü çıxışlar da göstərdi ki, doğrudan da hələ xalqın içində araşdırılmamış, öyrənilməmiş və təbliğə ehtiyacı olan xeyli folklor nümunələri yaşamaqdadır. Bugünkü festivalda əsasən məni təəccübləndirən, daha çox mənə xoş gələn Şəki rayonundan gəlmiş rəqs qrupu oldu. Onların yallı rəqsi və Balakən rayonundan gələn folklor kollektivi idi ki, doğrudan da onların qurduğu kompozisiya mənə çox gözəl təsir elədi. Festival iştirakçılarının ciddi hazırlığı nəzərə çarpırdı. Festivalın ikinci günü həm yerli, həm də digər bölgələrdən gələn müsabiqə iştirakçıları öz çıxışlarını nümayiş etdirdilər. Bir-birindən rəngarəng olan çıxışların sonunda nəhayət finala keçən komandanın adı məlum oldu. Onlar Qax, Balakən, Zaqatala, Şəki təmsilçiləri oldu.